Ata bana kurban bezim. 2016-cı ilin aprel döyüşlərindən artıq 10 il ötür. Bu tarix yalnız hərbi əməliyyatların ildönümü deyil, həm də həmin günlərdə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinin bir daha yad edildiyi gündür. Aprel şəhidlərinin 10-cu ildönümünün tamam olduğu bu gün eyni zamanda Gizir Dilsuz Qarayevin şəhadəti ucaldığı gün kimi də qeyd olunub. Şəhid Dilsuz Qarayevin məzarı önündə keçirilən anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər. Məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər bildiriblər ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünü və xalqın iradəsini bir daha göstərdi. Qazanılan uğurlar, azad olunan strateji mövqelər sonraki zəfərin əsasını qoydu. Bu qələbə yolunda həyatını qurban verənlərdən biri də Dilsuz Qarayev idi. Onun döyüş yoldaşları tərəfindən xatırlanan cəsarəti və qətiyyəti bu gün də gənclər üçün örnək kimi təqdim olunur. Mərasim iştirakçıları qeyd ediblər ki, şəhidlərin xatirəsi yalnız anım günlərində deyil, hər zaman yaşadılmalıdır. Onların keçdiyi yol, göstərdikləri fədakarlıq gələcək nəsillərə çatdırılmalı, yaddaşlarda daim diri saxlanılmalıdır. Sonda bir daha vurğulanıb ki, Dilsuz Qarayev kimi igidlərin adı Azərbaycan tarixində silinməz iz qoyub. Onun və bütün aprel şəhidlərinin xatirəsi daim ehtiramla anılır və anılacaq da. سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى. Əziz Hindaq Qəşəbə sakinləri, şəhid anaları, şəhid ataları, eləcə də bugünkü gündə iştirak edən tədbir iştirakçıları hər birinizi salamlayıram. Bu günləri 4 aprel 2026-cı il 10 il bundan öncə aprel döyüşlərində qəhrəmanlıq göstərərək qəhrəmancasına şəhid olan xüsusi təyinatların giziri Qarayev Dilsuz Məmmədağa oğlunun dəfn olunduğu gündür, şəhadətə yüksəkliyi gündür və bu günləri hər birimiz bugünkü gündə bu ailənin yanında olmağı özümüzə borc bilmişik, qürur hissi ilə, fəxr hissi ilə gəlmişik ki, bugünkü gündə qəhrəman Dilsuzun anım günündə iştirak edək. Mən ilk öncə hər birində dərin təşəkkürümü bildirirəm. Bu anamızı tək qoymadınız. Allah sizi var eləsin, Allah köməyiniz olsun deyirəm. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhadətə yüksəlmişdir. Döyüş yoldaşlarından hər zaman demişəm, deyirəm və qürur hissi ilə də bu sözü xatırlatmağım özümə borc bilirəm. Döyüş yoldaşlarının öz dedikləri söz bu olmuşdu ki, Dilsuzun son sözü bu olmuşdu ki, arzuma çatdım. Arzuma çatdım sözü də ona görə onu demişdi ki, erməni düşməninin bir mağazin gülləndən onun başını bədənindən ayırmışdı. Və o onlarla düşmən əskərini, düşmən zabitini qətlə yetirib qəhrəmancasına şəhid olmuşdur. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Çox danışıb, haqqınıza girib, vaxtınızı almaq istəmirəm, yağışlı havadır. Allah sizi var eləsin. Və ilk öncə istərdim ki, rayonumuzun baş axundu Röya qardaşımıza, Hacı Röya qardaşımıza dəvət edəm və hər birinizdən də xahiş edirəm, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Mən Təvəkkül müəllim bir ağsaqqal kimi bəzi məsələlərə çox incə məsələlərə toxundu, lazım olan məsələlərə toxundu. Amma mən onda qeyd eləmək istəyirəm ki, Azərbaycanın, yəni bizim Azərbaycanın Ağcabədi rayonu, bunun Hindaq qəsəbəsi, mən yaxın 30 il, bundan 35 il bundan qabaq nəzər salsaq, yəni bunu bəlkə də hamı ürəyində bilir, amma demək lazımdır. Hindaq qəsəbəsi
yüzlərlə oğlunu vətən üçün yola saldı. Vətən üçün canından keçməyə yola saldı bu atalar. Eyni zamanda yəni bu yaxınlarda anım günü qeyd elədiyimiz Dilsuzun dayısı da Qaraşəliyev də bu savaşda öz canından keçdi. Yeganə qəsəbədir ki, mən deyərəm ki, onun 13 nəfər tək bir gündə itkin düşmüş şəhidimiz var. Allah 42 nəfər şəhidi var, 43 nəfər şəhidi var. Bu məsələlər həqiqətən biz unutmamalıyıq ki, bu Hindar qəsəbəsinin igid oğlanları, bu cəmaət həqiqətən vətənpərvər, həqiqətən vətəni sevən insan olubdur ki, oğullarının canından keçməsinə, yəni birbaşa vətən sağ olsun deyir. Bu yaxınlara qədər, son rüyalımıza qədər bu bizim Hindar qəsəbəsinin şəhidlərinin yəni verməsi bir vətənpərvərlik ruhunda böyüməsi deməkdir bu cəmaətin, bu xalqın. Mən bir də onu qeyd eləmək istəyirəm ki, Dilsuz Qarayev bizim Müdafiə Nazirliyimizin ən elit təbəqəsinin tərkibində döyüşübdür, yəni xüsusi təyinatların tərkibində döyüşüb. Canından keçən o polkovniklərin, o xüsusi hərbi rütbəli zabitlərin yanında olubdur. Onlarla çiyin-çiyinə döyüşübdür. Son nəfəsinə qədər də vətən uğrunda canından keçir. Həmin o oğlanlar ki, onlar milli qəhrəman adı bu son Cənab Prezidentin fərmanına görə, yəni Dilsuz Qarayevin silahdaşı Pəncəli Teymurova milli qəhrəman adı verildi. Biz yəqin ki, zaman-zaman biz Dilsuz Qarayevin də həmin qəhrəmanlar siyasına salınmasını inşallah görərik. Allah onu bizlərə qismət eləsin. Amma Cənab Prezidentə ona görə təşəkkür edirik ki, 2025-ci ilin iyun ayında sərəncam verdi. Həmin sərəncama əsasən Qarayev Dilsuz Məmmədağaoğlu ölümündən sonra vətən uğrunda medalı ilə təltif olunubdur. Yəqin ki, onun Müdafiə Nazirliyinə də məruzə olunubdur, yəni müraciət olunubdur, təqdimat məsələsinə də baxılacaqdır. Mən bir daha Allahdan şəhidlərimizə rəhmət eləyirəm. Allah ordumuzu qorusun, Allah xalqımızı qorusun. Allah bu günlərin bu yağışlı havada bizim keşiyimizi çəkən bütün əskərlərdən tutmuş Ali Baş Komandanımıza hamısını qorusun. Allah onların yardımcısı olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Eyni zamanda təmsil edildiyimiz icra hakimiyyətinin, yəni rayon icra hakimiyyətinin başçısı Rafil müəllimin ailəyə, şəxsən anıya, ataya baş sağlığını çatdırıram, ailəyə baş sağlığını çatdırıram. Allahdan səbir diləyirik. Eyni zamanda həmişə bu ailənin yanında diqqət qayğısını da çəkən rayon ictimaiyyəti, hüquq mühafizə orqanlarının rəhbərlərinin baş sağlığını çatdırıram. Allahdan bir daha səbir diləyirik ailəyə. Allah səbir versin, Allah bütün şəhidlərimizə bir daha rəhmət eləsin. Allah bütün şəhid atalarımıza, analarımıza, onların yaxınlarına, qardaşlarına, bacılarına Allah səbir versin. Diqqətinizə görə çox sağ olun. Səni istəyirəm, ey bala, səni istəyirəm. Gələn qonaqlar qadandan qurban Dilsuz. Hamımız istəyirik, o da yoxdur. Məni niyə yaxada söydün? Ay bala, ermədin kökü qaçını. Belə ziyarət belə hərlər. Güllər qoyulsun, orada da. Hədə biz bu az çıxan atalar gəlsin. Sonda Kanal 21 olaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad olsun. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.